Ya Allah, axşamınız xeyir olsun dostlar. Gecə ilə 4 otaqlı ev, paket kupçalı, yoldan ikinci ev. Yola çox yaxın. Mərkəzi kanalizasiya sistemi. Paket kupçalı, 4 otaqlı, baxın, 3 sot torpağın içində evi sizə göstərirəm dostlar. Zəhmət olmasa videonu kim gördü, bir dənə bəyənməni bizə çox görməsin qardaşlar. Baxın, belə bir evdir. 3 sot torpağın içində dediyim kimi. Baxın, çox super evdir, çox gözəl evdir. Yerdən 10 daş, 11 daş kürsüdə. Bütün kommunalları yerində. Həyətində dostlar, baxın, ayaq yolusu var. Darvazası belə. Yoldan, yenə deyirəm dostlar, ikinci evdir. 0.5'ə atmamışam. Radnoy kamera ilə çəkirəm, sizə göstərirəm. Baxın, çox super evdir, çox gözəl evdir. Balkonlu, 4 otaqlı evdir dostlar. Neçə vaxtdır səhifədə belə ev paylaşmırdım. Yəni yox idi satışda, amma bu günləri çıxdı. Dedim qoy çəkim, sizə göstərim. Pəncərələr, şəbəkə, balkon, evin arxasına keçmək üçün evin sol tərəfindən yer saxlanılıb, padvala giriş hissəsi. Pəncərələr yenə edirəm, görürsünüz, şəbəkədir, panoramadır, superdir. Beton, kəmər, hər bir şeydə var. Bir dənə atım 0.5'ə, burada rahat baxın. Baxın dostlar, o bura heyətidir. Atıram təzdən yenə Radnoy kameraya. Rahat baxasınız, baxın. Radnoy kamera həyət. Bax, burada necə görürsünüz, bu boyda da, yəni 3 sotdur. Mən burada məsəl üçün desəm 5 sot, nə bilim 6 sot, nə bilim 4 sot. Yəni kör belə pis sımasın, gör. Deyəcəksiniz ki, yox burada elə deyil. Amma bu gördüyünüz kimi Radnoy kameradır, 0.5 atmadım. Təzdən Radnoy kamerayı çevirdim. Bax, həyət belə. Həyətinə də nə qədər istəsəniz maşın sala bilərsiniz. Nə bilim, bisetka yarada bilərsiniz, manqalxana yarada bilərsiniz. Həyət böyüdür, nə istəsəniz yarada bilərsiniz. Bax, bura mətbəxidir. Dama çıxmaq üçün yeridir. Ya Allah. Sağ ayağla giririk evə. Bura evin koridorudur. Geniş koridoru var dostlar. Geniş koridoru var. Nəyə görə geniş deyirəm? Baxın. Baxın bir dənə. Buna baxın, gördünüz. Polunu burada şkaf yığa bilərsiniz. Kim gəlir evlərə baxmağa, bəzilərində olmur da indi. Yalan nə deyək. Gəlirlər, deyirlər, bəs qardaş, mən burada şkafı necə yığım, hara yığım? Bax, kondisionerin toku. Bura zal. Baxın dostlar, zalına. Böyük bir zalı var. Qəşəng, geniş zaldır. Pəncərələr yenə deyirəm, panoramadır. Yayda çox işıqlı olacaqlar, yəni super bir şeydir. O belə. Bir dənə pəncərəni bağlayayım dostlar. Keçək o bir otaqlarda göstərim sizə. Bax, gəlirik bura. Bura evin üzr istəyirəm, mətbəxidir. Böyük bir mətbəxi var. Mətbəxdən balkona, balkondan mətbəxə keçmək olur. Gəlirik bura. Bura hamam tualetdir, yəni bildiyimiz. Duş kabini üçün yer qoyulub, aksesuarlar qoyulmayıb. Gəlirik bura. Burada bir dənə yataq otağıdır dostlar. Baxın. Bura qaranlıqdır, indi mən gecə vaxtı çəkirəm də, amma baxın bir dənə. Baxın. Buna baxın. Bax. Məsafəni gördünüz. Hasarla məsafəni. Bax belə. Bu bir dənə yataq otağı. Gəlirik bura. Bu ikinci dostlar, ikinci yataq otağı. Buranın da məsafəsini görsəm, buradan görəcəksiniz, elə biləcəksiniz, divara baxın, xeyr. Baxın, baxın dostlar, hasara. Məsafəni gördünüz. Burada da ikinci yataq otağıydı. Keçək üçüncü yataq otağını da sizə göstərim. Baxın dostlar, burada evin üçüncü yataq otağıdır. Evdə 3 yataq otağı, bir zal var. Ümumilikdə 4 otaqlı həyət evidir. Koridor da bax, buradan belədir. Qoy buranı da göstərim. Sonra deyəcək ki, oranı göstərim. Nədir? Yazırlar da, bilirsiniz, mərdi məzarlar. Pisləməkdən ötəri. Bax, gördünüz. Gördünüz dostlar. Bax, məsafəni gördünüz.
4 otaq ev, 3 sotun içində paket qubça, mərkəzi kanalizasiya, bütün kommunalları yerində olan evdir. Yoldan ikinci evdir. Koroğlu metrosuna 10 dəqiqə çatırsan. Təmiz təzə yolla 3 dənə radar var, 90-lıqdır. Düppədüz yoldur. Gəlirsən 10 dəqiqəyə çatırsan Koroğluya dostlar. 4 otaq ev. Ünvan Məhəmməddidədir. Qiymət 128.000 manatdır. 128.000 manat sizi qorxuzmasın qətiyyən. Nağd alıcı qiymətdə indirim olunacaq dostlar. Kanalıma da abunə olun zəhmət olmasa.